Yaxında aşağıda verilmiş 5 məntəqədən hansıları müvafiq olaraq şimal coğrafi qütbündən daha uzaq və daha yaxın? 22 dekabr deyən kimi biz ilk olaraq yenə yazırıq Günəşin zenitdə olduğu məntəqə. 22 dekabr deyirsə 23,5 cənub en dairəsi, qış gün dönümü və qış gün dönümü deyiriksə ekvatorda deməli çəksək, demək qış gün dönümü deyiriksə Günəş cənub yarımkürəsindədir və Günəş cənub yarımkürəsində olduğu üçün şimalda gecələr müşahidə olunur. Bu gündüz, bu da gecə. Deməli 22 dekabrda burada olur. 22 dekabr. Və 22 dekabrda cənubda gündüzün uzunluğu daha çoxdur. Günəş cənub yarımkürəsindədir. Şimalda isə bu gecədir, bu gündüzdür. Nə deyir? Şimal coğrafi qütbündən, yəni buradan daha uzaq yerləşirsə, gəlin bura baxaq. Deməli, gecədir, gündüzdür. Gecənin daha uzaq yerləşirsə, bax, buradan daha uzağa gəliriksə, uzaqlaşdıqca nəyin uzunluğu artır? Fikir verin, gündüz uzunluğu artmağa başlayır. Gündüz uzunluğu artarsa gedir. Xətti görürsünüz, gündüz uzunluğu artır. Deməli, gündüz uzunluğu daha çox olan 2 məntəqəsidir. Deməli, ən uzaqda yerləşir. Daha yaxın isə qütbə yaxınlaşdıqca gecənin uzunluğu artır. Fikir verin, gecənin uzunluğu artır. Bu şimal qütbüdür. Bu şimal qütbüdür, şimal. Və ona yaxınlaşdıqca gecənin uzunluğu artır. Ən az gündüz, ən uzun gecə də 3-dür. Deməli, daha uzaq 2, daha yaxınsa 3. 2, 3, B variantı. Sxemə əsasən A məntəqəsi hansı aylar arasında Günəş zenitdə olur? Baxın, burada A məntəqəsi ekvatorla 0 ilə ekvator arasındadır. Deməli, A məntəqəsi 0, yəni ekvator 23,5 cənub en dairəsi. Bu tarixlər nə zaman? Ümumiyyətlə, Günəş cənub yarımkürəsində nə zaman olur? 23 sentyabrdan 22 dekabr. Yəni, bu tarixə kimi 23 sentyabrdan 22 dekabr tarixində Günəş burada olur, cənubda olur. Bu tarixlərdə. İndi burada biz baxaq ki, hansı 23 sentyabr 22 dekabr arasında yerləşir. Sentyabr, deməli, sentyabr, 23 sentyabr, 22 dekabr, yeniden qayıdır, 21 mart, bu tarix, bu tarixlərdə daha doğrusu 23 sentyabr, 22 dekabr, 21 mart. Bu tarixlərdə cənub yarımkürəsində olur. Yəni 23 sentyabrla 21 mart arasında Günəş zenitdə ola bilər A məntəqəsində. Elə burada da cavab elə A variantıdır. Digərlərinə baxsaq. May, mart, iyun. Bu 21 mart 23 sentyabr arasında yerləşmir. Aprel, iyun yerləşmir. İyun sentyabr yerləşmir. Aprel, may yerləşmir. Deməli, sentyabr, mart aralığında A variantı. Qrafikdə 21 mart tarixində 5 ayrı məntəqədə, yenə 21 mart deyirsə, Günəşin zenitdə olduğu məntəqə ekvatordur. Bu da bərabər 0 dərəcə. Günəşin düşmən bucaqları verilmiş. Buna əsasən aşağıdakı fikirlərdən doğru deyil. Deməli, P, N, M, L, K məntəqələri verilib. 21 martda Günəşin düşmən bucağı verilib və Günəşin düşmən bucaqlarına uyğun olaraq gəlin məntəqələri tapaq. P məntəqəsi Günəşin düşmən bucağı bərabərdir 50 dərəcə. Gəlin enliyini tapaq. Günəşin düşmə bucağı bərabərdir. Ekvator zenitdə olanda 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Bu da bərabərdir. Yerinə qoysaq 50 dərəcə bərabərdir. 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi.
Bu da bərabər verilən məntəqənin coğrafi enliyi bərabərdir 90 çıxılsın 50 bərabərdir 40 dərəcə. Deməli, P məntəqəsi 40 dərəcədir. 40 dərəcə. İndi burada vermiş şimal və cənub. Ona görə yazırıq şimal yaxud da ki, cənub enliyi. Sonra keçir növbətiyə. P-ni tapdıq. İndi tapaq N-i. N bərabərdir. Yenə günəşin düşmən bucağı bərabərdir. Neçə dərəcədir? N. N 60 dərəcə. 60 dərəcədirsə, yenə günəşin düşmən bucağı bərabərdir 90. Ancaq 21 mart üçün doğrudur. 60 bərabər 30 dərəcə. Deməli, N məntəqəsi 30 şimal və yaxud da cənub en dairəsində yerləşir. Sonra keçdik M bərabər günəşin düşmə bucağı bərabərdir. M-da 70 dərəcə. 70 dərəcədirsə, eyni ilə olduğu kimi 90-dan çıxırıq. Yəni, bir daha yazmıram. 90-dan 70-i çıxırıq. Günəşin düşmə bucağını. Buradakı günəşin düşmə bucağı bərabərdir. 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi. Bu düsturda 70-i qoyuruq bura. Buradan bunu tapırıq 20 dərəcə. Sonra M, L bərabərdir. Günəşin düşmə bucağı bərabərdir 10 dərəcə. Burada gətirib yerinə qoyuruq. Daha doğrusu 80 dərəcə. Və bura gətirib yerinə qoyuruq olur 10 dərəcə. Sonra qaldı K. K bərabərdir. Günəşin düşmə bucağı bərabərdir. 90 bərabərdir. Enlik 0. Yəni ekvator. İndi bunları biz düşmə bucaqları, daha da enliklərini tapdıq. Yəni enliklərinə uyğun olaraq düzək və rahat şəkildə cavabı tapaq. Deməli, neçə dənə məntəqədir? 5 dənə. 1, 2, 3, 4, 5. Deməli, Deməli, 1, 2, 3, 4, 5 məntəqə. Bu 5 məntəqənin deməli, K olur burada, ekvatordadır, 0. Sonra gəlir 10, təxmin olaraq deyək ki, 10, L. Sonra gəlir M, deməli, K, L, M. Sonra gəlir, deməli, K-dır, 0, 10, M. Sonra gəlir N, 30 və ən sonunda P. Deməli, bunların hamısını yazdıq. İndi gəlin şərtləri oxuyaq. Deməli, ardıcıllıq K, L, M, N, bir də P. İndi gəlin baxaq. K məntəqəsi il boyu gecə gündüz uzunluğu bərabər olur. Ekvator üzərindədirsə, bəli. Doğru. Yanlış deyil. Yalnız K el məntəqə tropik iqlimə qurşağında yerləşir. K el. Deməli, K el. M yazmışıq. L-i yazmadı. Deməli, silinir 10 dərəcə. K da 0 dərəcə. Tropik iqlimə qurşağı 20.5-lər arasındadır. 20.5-lər arasında olan yəni M də var. Ona görə bu yanlışdır. M də var. 20 dərəcədir. 20 dərəcə 20.5 arasındadır. Deməli, cavab B variantı. Digər məntəqələr il boyu müqayisə il ərzində ən uzun gecə P məntəqəsi müşahidə olunur. Ən uzun gecə P-də, çünki P qütbə daha yaxındır, doğrudur. Yəni, M məntəqəsi il boyunca günorta vaxtı cisimlər kölgə istiqaməti eyni olur. N 30-dur. 30-dursa, tropiklər də gəlir 23.5-dən. Yəni, ondan kənara çıxa bilmir. Bu da doğrudur. Verilmiş məntəqə heç birində qütb gecə gündüzlər başlayır 66.5-dən. Burada da elə bir məntəqə yoxdur. Cavab B variantı. Qrafikə əsasən meridian yerləşən 4 fərqli məntəqə 22 iyun tarixinə aid olan, 22 iyun deyən kimi Günəş
23.5 şimal endarəsindədir. Günəşin zenitdə olduğu məntəqə. Və yay gün dönümüdür. Yay gün dönümü. Və gecə gündüz olaraq verilmiş. Bu məntəqələrin bir-birinə ən yaxın və ən uzaqda yerləşən müvafiq olaraq müəyyən edilir. 22 iyunda 23.5 şimal endarəsi. Günəş buradadır. Yəni şimaldadır. Yəni şimaldadırsa, şimalda qütb gündüzləridir. Bu gecə-gündüz xəttidir. Gecə-gündüz xəttidir. Və bu gecə-gündüz xətti şimala doğru getdikcə artır. Deməli deyir, bu məntəqələr bir-birinə ən yaxın. Məsələn, birinci məntəqə gecə uzun, gündüz gecə 12-dən çoxdur, yəni buradadır. 12-dən çoxdursa cənub yarımkürəsindədir. Gündüz isə 12-dən azdır. İkinci məntəqə gecə daha azdır, gündüz uzundur. Təxmini olaraq o 24-ə yaxın bu məntəqə burada. Üçüncü məntəqədə gecə gündüz bərabərdir. Bax burada. Bərabərcə ekvator üzərindədir. Nisbətən daha yuxarıdadır. 2 daha yuxarıdadır. 4 məntəqə isə gecənin uzunluğu daha çoxdur. Gecənin uzunluğu daha çoxdur. Burada 4 məntəqə. Deməli, ən uzaq 4 ilə 2 olacaq. 2 və 4. Və nisbətən yaxınlarsa 1 ilə 3 deyiləndə. Şəkildə günəş şüalarının fərqli saat A məntəqəsinə düşmə bucağı göstərmiş. Buna əsasən A məntəqəsinə şaquli basılmış dirəyin kölgəsi günəşin birinci vəziyyətinə, ikinci vəziyyətinə gəldiyi müddət necə dəyişər? Biz dedik ki, günəşin düşmə bucağı artdıqca kölgənin uzunluğu azalır. Və yaxud da günəşin düşmə bucağı azaldıqca kölgənin uzunluğu artır. İndi gəlin baxaq. 1-dən 2-yə gedək. 1-də günəş düşmə bucağı, 2-də günəşin düşmə bucağı. 2-də nisbətən günəşin düşmə bucağı artır, 1-də nisbətən artır. Günəşin düşmə bucağı artırsa, deməli artdıqca kölgənin uzunluğu neyinir? Azalır. Cədvəldə K, L, M məntəq paralelində yerləşən məntəqələrin gecə gündüzün 22 dekabr tarixi üçün uzunluqları verilmişdir. Yenə 22 dekabr. 22 dekabrı görən kimi ilk olaraq yazırıq ki, günəşin zenitdə olduğu məntəqə 23.5 cənub endarəsi. Qış gün dönümü. Qış gün dönümü. Və qış gün dönümüdürsə, gəlin bura baxaq. Deməli, qış gün dönümündə günəş cənubdadır, 23.5 cənub endarəsində. Və cənub yarımkürəsindədirsə, cənubda qütb gündüzləri müşahidə olunur. Bu gündüzlərin uzunluğudur. Qütb gündüzləri müşahidə olunur. İndi deyir ki, uzunluqları P məntəqə, baxaq K məntəqəsi 15 saat gecədir, 8 saat, 13 saat, 18 saat. Gecənin uzunluğu artır. 22 dekabr isə günəş cənubdadır. Günəş cənubdadırsa, burada gecənin uzunluqları 12 saatdan çoxdursa, deməli bu məntəqələr şimaldadır. Və gecənin uzunluğu artır, şimala doğru getdikcə 22 dekabr gecənin uzunluğu artır. Ekvatora doğru azalır. Deməli M məntəqəsi L biraz buradadır, 13 saat. Sonra gəlir 15 saat K məntəqəsi. Sonra gəlir M məntəqəsi. Bunlar düzdürmü? İndi nə deyir? Buna əsasən paralel xəttlərin, biz bilirik ki, paralel xəttlərin uzunluğu qütbə doğru getdikcə neyinir? Azalır. Çünki yer kürə formasında. Ona görə deyir ki, paralel xəttlərin uzunluğu da biz baxsaq ki, ən böyük, deyək ki, ən kiçik paralel M-dədir, sonra K-da, sonra L-də. Çünki ekvatora doğru getdikcə paralel qoyulsan uzunluğu artır. Paralel ekvatora doğru nə deyir? Müqayisə eləsə ən böyük L-dir, sonra K-dır, sonra da M-dir. L böyükdür K, K böyükdür M. A variantı.